Karaca mağazalar şəbəkəsi ilə bağlı daha bir narazılıq gündəmə gəlib. Jurnalist Ramal Əliyev Karaca mağazasından ümumilikdə 275 manatlıq məhsul alıb. Lakin alınan məhsullardan birində qüsur aşkar edildiyi üçün o mağazaya müraciət edib. Məsələnin ən narahat edici tərəfi isə odur ki, bir gün keçməsinə baxmayaraq Karaca nə qüsurlu məhsulu dəyişib, nə də ödənilmiş məbləği geri qaytarıb. Halbuki qanunvericiliyə əsasən istehlakçının bu hüquqları açıq şəkildə tanınır. 4 yanvar 2026-cı il 28 mayda 28 Mall ticarət mərkəzində Karaca qab-qacaq mağazasından 270 manatlıq məhsullar aldıq. Orada növbə çox olduğundan satıcı səthi yoxladı və bizə qutuları təhvil verdi. Evə gəlib axşam gördük ki, xırda bir zədə var. Zədə nəzərə çarpacaq dərəcədə olmasa da, amma əgər yuyulsa, yuyulan zamanı ələ bir zərər verə biləcək qədər zədədir. Biz məhsulu bugün, yəni bir gün sonra, bugün 5-i, 2026-cı il yanvarın 5-i gəldi, yaxınlaşdıq 28 Mallda olan Karacaya və məhsulu kimdən almışdıqsa, həmin xanıma yaxınlaşıb vəziyyəti ona izah etdik və o kənara çəkilib, güya ki, müdiriyyətə zəng elədi və müdiriyyətlə danışandan sonra dedi ki, biz məhsulu geri götürmürük. Biz də istehlakçı hüquqlarını onlara xatırlatdıq ki, biz məhsulu bir gündür almışıq, halbuki 15 gün ərzində geri qaytarmaq imkanımız var və biz belə olduqda ya məhsulu geri qaytarıb pulunu almalıyıq geriyə, ya da məhsulu dəyişdirməliyik. Biz isə məhsulu dəyişdirmək istəyirdik. Biz məhsulu geri qaytarıb pulunu da geri almaq niyyətində deyildik. Əksinə, bugün yenə bəzi alqı-satqı işlərini orada aparmaq istəyirdik. Onlar buna məhəl qoymadılar və mən dərhal yenə də etirazımı bildirdim. Orada olan mühafizə yaxınlaşdı. Mühafizə maraqlandı və mühafizəyə izah etdik. Mühafizə Mall'un menecerlərindən birini dəvət etdi. Menecer də vəziyyətlə tanış oldu və yenidən satıcı xanıma dedi ki, bunu bəlkə geri qaytarasınız. Xanım israrla, yox biz qaytara bilmərik dedi. İctimailəşdirirəm ki, başqaları da məlumatlı olsunlar ki, 15 gün ərzində dəyişdirilməli olan məhsul burada bir gündən sonra çeklə əlimizdə dəyişdirilmədi. Azərbaycan Respublikasının istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunun 14-cü maddəsinə əsasən istehlakçı qüsurlu mal aşkar etdikdə məhsulun dəyişdirilməsini, qüsurun aradan qaldırılmasını və ya ödənilmiş pulun geri qaytarılmasını tələb etmək hüququna malikdir. Eyni zamanda qanunun 15-ci maddəsində satıcının istehlakçının qanuni tələblərini əsassız gecikdirməsinin və ya yerinə yetirməkdən imtina etməsinin yol verilməz olduğu açıq şəkildə qeyd olunur. Bundan əlavə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 589.2-ci maddəsinə əsasən satılan malda qüsur aşkar edildikdə alıcı alınan malın ləğvini və ya ödənilmiş məbləğin geri qaytarılmasını tələb etmək hüququna malikdir. Karacanın bu tələblərə məhəl qoymaması isə birbaşa qanun pozuntusu kimi qiymətləndirilir. Ən narahat edici məqam isə odur ki, bu hadisə Karaca ilə bağlı ilk belə hal deyil. Daha əvvəl də bir çox müştəri mağazanın satışından sonraki xidmətdən, məsuliyyətsiz münasibətindən və müştəri məmnuniyyətinə laqeyd yanaşmasından şikayətlənib. Özünü nüfuzlu və keyfiyyətli brend kimi təqdim edən Karacanın qanunla qorunan istehlakçı hüquqlarını bu şəkildə görməzdən gəlməsi ciddi suallar doğurur. Ümid edirik ki, aidiyyəti dövlət qurumları bununla bağlı tədbir görəcəklər.